Gəl qardaşım, gəl bu hissədəyəm, bu tərəfdəyəm. Dəyərli izləyicilərimiz, salam və hər vaxtınız xeyirli olsun. Endirimə düşmüş 2 mərtəbəli möhtəşəm ev satışa çıxıb. Qardaşım, bir dənə zəhmət olmasa çək bunu qəşəng-qəşəng təqdim elə dəyərli müştərilərimizə. 2 mərtəbədən ibarət 180 kvadrat, 3 sotun içərisində paket kupça. Bundan artıq nə ev ola bilər? Həyətində də bu hissəsində ağaclıqdır. Bir dənə səliqə səhmana fikir ver. Yəni, ev sahibi özü gül, ağac sevər birisidir. Yəni səliqəyə bir dənə fikir verin zəhmət olmasa. Ağaclar budanılıb, qəşəng səliqəyə salınıb. Suyu, qazı, işığı daimi, hər gün sulanır bunlar. Belə bir xırda cüzələrimiz də var. İndi yəqin ki, hədiyyə verər də ev sahibi bunlardan. Evin bax bu hissəsindən göstərim sizə ki, evin arxasına keçmək mümkündür. Kombisi falan hamısı o hissədədir. O tərəfdə giriş var bu hissəyə. Yəni heç bir hasara, divara birləşməyib. Yaxınlığında da heç bir 2 mərtəbə falan yoxdur ki, birbaşa həyətinə baxsın. Bir də ən möhtəşəm bir şey dedim sizə ki, bu evin ən ideal hissəsi həyətdə. Bax buradır. Həm yay mətbəxidir, həm bisetkadır. Gözəl bax manqalı da var. Gəlsən burada hazır. Pişirdin, yedin. Əla. Suyu falan hər şeyi var təbii ki, mebelinə qədər. İdeal bir, belə deyək, tikilidir bu həyətdə bu. Ev özdə kürsüsü də var. Alt hissəsində geniş padvaldır. Keçirik indi evin içərisinə. Oranı təqdim edəcəm sizə. Yəni həyətdə də maşın daxil olur. Darvazası da böyük. Onu da göstər qardaşım sana. Ev özü təmirli evdir. Hal-hazırda evdə yaşayış mövcuddur. Qiymət də super endirimə düşüb. Getdi evin içərisinə otaqlarla tanış olmağa. Onu da qeyd edim ki, kamera sistemi də mövcuddur həyətdə. Evin içərisində monitordan onu izləyə biləcəyik. Keçdi evin içərisinə. Demişdim ki, evin alt hissəsi padvaldır. Yəni geniş belə bir əldamı kimi fikir verin. Yerdən deyilir, hündürlüyü var. Ev özü təmirlidir. Bir də zəhmət olmasa qardaşım göstər. Buradan keçəndə koridordan sağ hissədə mətbəxdir. Belə bir geniş mətbəx. Mətbəx mebeli də evdə qalacaq. Gördüyünüz kimi isti sistemi kombidir. Göstərmişdim aparatını. Bir də radiatorlar. Ev özü cüt daşlandı. Möhkəm bir evdir. Və burada belə bir birinci yataq otağıdır. Onu da qeyd edim ki, 2 ailənin yaşaması üçün ideal bir evdir bu. Və hal-hazırda endirimə düşüb. Hal-hazırda endirimə düşüb. Qiymətini açıqlayacağam yenə sizə. Bu hissədə yerləşir sanitar qovşaq və hamam otağı. Belə. Və keçirik birinci mərtəbənin sonuncu otağına. Belə bir qonaq otağıdır dəyərli izləyicilərim. Geniş, böyük. Burada da radiatorları mövcuddur. 2 pəncərədir. Hər pəncərəsi öz həyətinə baxır və kamera sistemi demişdim. Kamerası da bu hissədədir. Görsəniz birbaşa küçəsi və həyətdə də var kamera. Keçirəm indi ikinci mərtəbəyə. Bu evin ikinci mərtəbəsi də birinci mərtəbəsində də möhtəşəmdir. Qalxaq yuxarı. Hol hissəsinə keçək. Bura ikinci mərtəbənin hol hissəsidir. İşıqlarını da yandırım. Belə bir işıqlı və eyvan. Açırsan birbaşa həyətinə açılan eyvan. Çox sakit bir məhəllədir. Yəni hardasa 15-20 dəqiqədir məhəllədir. Yəni səs, küy falan heç nə yoxdur da. Arada bir dənə maşın keçər məhəllədə. Burada ikinci mərtəbənin birinci otağıdır. Geniş bir qonaq otağıdır. Dediyim kimi 2 ailənin yaşaması üçün ideal bir evdir. Təkrarçılıq olmasın. Burada da radiatorlar bağlanılıb üstünə. Burada yerləşir belə bir yataq otağı. Yataq otağıdır. Və bu hissədə isə digər bir sonuncu yataq otağıdır. Bir dənə buranı da qardaşım səhvini göstər. Bura böyük yataq otağıdır. Və bu ikinci mərtəbəyə aid olan sanitar qovşaq və hamam otağı bu hissədə yerləşdirilib. Hal-hazırda evdə yaşayış mövcuddur. Qiymət barədə isə onu qeyd edeyim ki, gördüyünüz bu ev təcili satılmalıdır ev sahibindən ucuz qiymətə qoyulub. 168 min manat deyilir. Real alıcı olsa yenə də endirim var. Start olaraq 168 min manat deyilir. Sənəd paket kupçadır. Yerləşmə yeri isə
Maçlar hesabəsində 17 saylı notar üçün arxasından düz gəlib bu evin üstünə çıxmaq mümkündür. Əziz izləyicilərim, bu evlə maraqlanırsınızsa səhifəmizdə nömrəmiz qeyd olunub. O nömrədən əlaqə saxlayın və yaxud bu və digər evlərlə tanış olmaq istəsəniz yenə də səhifəmizə daxil olub evlərlə maraqlana bilərsiniz. Bizi izləməyi unutmayın. Sağ olun.